aşırı mərhəmət insan özünə xəyanətidir. Bunu unutmayın. Yəni bizim başqasına etdiyimiz aşırı Aşırı mərhəmət. mərhəmət, bəli. Hətta belə deyək də, dövlət səviyyəsində elə bil o satqınlara, düşmənlərə edilən aşırı mərhəmət dövlət səviyyəsində xəyanətdir. Ailədə də belədir, münasibətlərdə də belədir. Necə yəni sənin 25 yaşın var, sən özünü apara bilmirsən. Onda aşırı mərhəmət fədakarlıqla bir gedir, yoxsa Aşırı mərhəmət artıq qurbanlıqdır. Fədakarlıq hardasa biraz sağlam sayıla bilər, qurbanlıqdır. Özünü unutmaqdır, özündən keçməkdir. Çünki yenə deyirəm, baxırsan insanlar 30-40 yaşı var, bizim cəmiyyət doludur. Milyonlarla elə insanlarla özünü debil kimi aparır. İndi mən onlara birbaşa tupoy və qniya deyirəm. Özünü debil kimi aparır. Yəni güzgü qabağına qoysan və yaxud da belə deyək də, o küncə çıxsan, gözləyirsən ki, elə bir insan deyil. Amma özünü qoyub axırıncı yola, bizim cəmiyyətdə həqiqi dəli və yaxud həqiqi psixoloji və yaxud psixi problemi olan insanlar çox azdır əslində. Özünü dəliliyə qoymuş milyonlarla insan var. Nizam bəy, onda onlar elə görüblər ki, götürüblər də. Onlar o qısa yoldan bizliklə xeyri əldə etməyə tapıblar. Yəni yenə də gördüyünə gəlir də, yəni. İndi gördüyünə gəlir əlbəttə. İndi dediyim bu veşdəki bir çox fikirlər çox qalmaqala səbəb olacaq, amma bütün bunların hamısını sübut eləmişəm, etməyə də davam edəcəm. Yəni çox maraqlıdır Nizam bəy. Yəni cəmiyyətdə həqiqətən çoxdur və yəni addım başı rast gəlirik. Bəli. Düşünürsən ki, mən bəzən düşünürəm ki, ola bilsin də, yəni adam belədir də. Bəli. Yəqin məndə nəsə problem var. Yox, adam elə deyil. İnanın ki, adam elə deyil. Adam görür ki, sizlə elə ola bilər. Yenə deyirəm də, əsəbi bir adam çatan kimi işdə rəisinə bir kəllə vursun. Küçədə qolu qüvvətli bir kəllə vursun ki, əsəbiyəm, nəsə əsəbimə toxundan. Amma gəlib qadını döyə bilir, uşağı döyə bilir, anasını incidə bilir.